Hər vaxtınız xeyir, Asan TV izləyiciləri. Könüllü sən verilişi ilə biz yenidən efirdəyik. Bugün sizinlə mən Şəbnəm və mən Nuray. Mən Emil olacam. Bugün efirimiz çox fərqlidir. Çünki bugün Könüllü sənin yayımlanmasından bir il ötür. Elə bu bir il ərzində biz Asan Könüllərin fəaliyyətini işıqlandırmağa çalışdıq. Həmçinin digər qurumlarda olan könüllülərin fəaliyyətindən də danışdıq. Eləcə də könüllərə asan yolu göstərdik. Yeri gəlmişkən, yenə Asan Könüllüsü olmaq istəyənləri bir daha çağırış edək. 15-26 yaş aralığında gənclər Asan Könüllüsü olmaq üçün müraciət edə bilər. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəsi 444-74-44-də zəng edərək isə layihə və ideyalarınızla bağlı təkliflərinizi bildirə bilərsiniz. Dəyərli Asan TV izləyiciləri, Könüllü sənin bir yaşında çox fərqli və xoş hisslər içərisindəyəm. Belə ki, artıq bir ildir Rəsulla birlikdə sizinlə bir aradayıq. Qeyd etmək istəyirəm ki, bu layihədə olmaq mənim üçün çox xoş və qürur vericidir. Könüllü sən verilişi Asan könüllülərinə və istedadlı gənclərə ilham vermək məqsədi ilə yayımlanır. Bir il ərzində 30-ədək veriliş yayımlanıb, 40-dan çox qonağımız olub. Eyni zamanda sorğular və mütəmadi olaraq reportajlar həyata keçirmişik. Dostlar, təbriklərimiz var. İlk təbrik isə Asan Radio TV-nin direktoru Emin Müsavidəndir. Gəlin Emin müəllimin təbrikini izləyək. Könüllü sən verilişinin bütün yaradıcı heyətini ürəkdən təbrik edirəm. Bu tək Asan könüllülərin verilişi deyil, bu gənclərimizin verilişidir. Həm də Azərbaycanda könüllü hərəkətində olan, vaxtı ilə könüllü olanlar üçün və gələcəyin könüllüləri üçün əminəm ki, çox faydalı bir verilişdir. Şadam ki, proqramın artıq bir yaşı tam olur. Demək olar ki, elə Asan TV fəaliyyətə başlayanda bu veriliş də yarandı və bizlə bərabər inkişaf etdi. Uğurlar və qoy könüllü sən həmişə könüllülərdə faydalı bir veriliş kimi öz fəaliyyətini davam etdirsin, faydalı, maraqlı məlumatlarla gənclərimizi sevindirsin. Təbriklər. Səmimi təbrikə görə Emin müəllimə təşəkkür edirik. Eləcə də qeyd etmək istəyirəm ki, qonaqlarımızın da təbriki var. Gəlin birlikdə izləyək. Bugün Könüllü sən verilişinin bir yaşı tamam olur. Mən verilişin ərsəyə gəlməsində əməyi olan bütün komanda üzvlərinə və könüllülərə təşəkkürümü bildirirəm. Ad gününüz mübarək. Asan TV-də yayımlanan Könüllü sən verilişinin bir yaşı münasibətilə bütün heyətini səmimi qəlbdən təbrik edirəm. Fəaliyyətində daima uğurlar arzu edirəm. Həqiqətən də verilişin işçi heyətinə də uğurlar arzu edirəm və hər birini ayrılıqda təbrik edirəm. Tam səmimi qəlbdən təbrik edirəm və uğurlarının hər zaman daha çox olmasını, daimi olmasını arzu edirəm. Könüllü sən verilişinin bir yaşını təbrik edirəm. Könüllü sən artıq bir yaşındadır. Bu bir il ərzində könüllülüyə, gənclərə və cəmiyyətə verdiyiniz dəyər üçün təşəkkür edirəm. Ümid edirəm gələcək layihələrdə sosial platformalarda da öz yerini tutar və bir yaş münasibətilə təbrik edir, gələcəkdə də uğurlar arzu edirəm. Bütün təşkilati heyəti təbrik edirəm. Bir il ərzində könüllüyə, gəncliyə verdiyiniz dəyərli töhfələr, məsləhətlər üçün sizlərə təşəkkürlərimi bildirirəm. Mən də bu verilişin qonaqlarından olmuşam. Belə bir verilişdə yer alıb, öz uğurlarımı, təcrübələrimi bölüşmək mənim üçün çox dəyərlidir. Sizlərə uğurlar arzu edirəm. Arzu edirəm ki, könüllü sən uzun illər yaşasın, daha da böyüsün və minlərlə könüllülərin könlünə toxunsun. Siz bu işlə gəncliyə sadəcə informasiya yox, həm də ruh, güvən və ilham verirsiniz. Ad gününüz mübarək könüllü sən, yeni yaşınız bol, uğurlu və enerjili olsun. Sizi bir yaşınız münasibətən təbrik edirəm. Ümid edirəm, bundan sonra da daha uğurlu fəaliyyətlərə qarşımıza çıxacaqsınız. Hər birinizə bundan sonraki fəaliyyətinizdə uğurlar. Təbrik edən hər kəsə təşəkkür edirik. Qeyd edim ki, bu layihənin bir parçası olmaq qürur vericidir. Emil və Nuray isə aramıza sonradan qatıldı və bu verilişin bir parçasıdır. Gənclər, könüllü səndə olmaq necə hissdir? Şəbnəm, doğrusu bu mənim həyatımın ən önəmli hissələrindən biridir. Qeyd etmək istərdim ki, burada iştirak etmək mənim üçün qürur verici hissdir. Çox gözəl. Nuray, bəs sən necə? Könüllü sən mənim üçün yalnız bir verilişdir və eləcə də böyük bir ailədir. Və bu ailənin bir parçası olmaq mənim üçün böyük bir təcrübədir. Mən də sizə qatılıram, eyni fikirdəyəm sizinlə. Biz verilişə Rəsulla birlikdə başlamışıq. Bugün həm də ona təşəkkür düşür. Bəzi səbəblərdən bu verilişə qatıla bilməyib, amma digər verilişlərdə onun da təəssüratlarını mütləq soruşacağam. Bir il çox maraqlı keçib. Verilişin kadr arxası məqamları da var. Həm əmək, həm də əyləncədən ibarət kadr arxası görüntüləri sizinlə paylaşmaq istərdik. Salamlayırıq sizi.
Əzizlər, əziz gənclər. Şükür. Yox, belə başlamayacaq. Daha da çox. Okay, bir də eləyək. Bir qədər yox. Bəyəndiniz. Sən də bu hərəkat. Mən deməli deyiləm. Hə, sən deməliydin. Gidə. Sən deməlisən. Sən deməlisən. 444, 74, 44 gəl. Möhtəşəm idi. Çok. Sən də bu hərəkatın bir parçası ol. Hələlik. Nuray, Təşəkkür edirik Füqar bəy. Belə daha xoşbəxtəm. Duraram. Çox pis oldum, mən bunu niyə eşitməliydim ki? Deyə bilirəm sizə. Söndürməyin də mən də görmürəm. Nuray. Bakı marafonunda hər zamanki kimi çıxış ediblər. Çıxış nədir, iştirak? Hələlik. Görüşənədək. Bir il ərzində... Bir də deyək də bunu, pajamızda. Mən başlayacağım. Ora baxmadım, ora çevir o tərəfə. Baka. Həm əylənib, həm işləmək çox xoşdur. Bax belə əziz izləyicilər, bugün verilişimizi Könüllü Sənin 1 yaşına həsr etdik. Qeyd edək ki, Könüllü Sən verilişi 2024-cü il 14 iyun tarixindən etibarən Asan TV-də yayımlanır. Layihəyə asan könüllülərinin və istedadlı gənclərin maariflənməsi və potensiallarının işıqlandırılması məqsədi ilə həyata keçirilir. Bütün könüllüləri və gəncləri aktiv olmağa və Könüllü Sən izləməyə dəvət edirik. Hər həftə Könüllü Sən izlə. Sən də bu hərəkatın bir parçası ol. Hələlik!